Sizə təqdim etmək istəyirəm. Bugün xanımlar üçün çox maraqlı bir mövzu olacaq, amma kişilər də bizi dinləyə bilər. Çünki ola bilər ki, xanımınızda belə bir problem var və ümumiyyətlə xanımlarla onların həssas dönəmlərində necə davranmaq daha yaxşıdır, daha məsləhətlidir. Bu haqda da danışacağıq. Çünki əminəm ki, qonağımın bizə deyəcəyi maraqlı məlumatları, verəcəyi maraqlı məlumatları çoxdur. Qonağımız Türkiyədə çalışıb 8 il, amma 8 ildən sonra nə yaxşı ki, vətənə qayıdıb və hal-hazırda Azərbaycanda xalqımıza keyfiyyətli xidmət göstərməyə başlayıb bir neçə aydır. Doktor Şəlalə Məmmədova, qadın xəstəlikləri doğum uzmanı, cərrah, mama, ginekoloq studiyamızın qonağıdır. Xoş gəlmişsiniz. Çox təşəkkür ederim. Çox şadam sizi görməyimə, salamlamağıma. Əminəm ki, bugün tamaşaçılarımıza faydalı məsləhətlərlə dolu bir veriliş təqdim edə biləcəyik. 24 mart Dünya Endometriozis günüdür və biz istədik ki, biraz hadisələri qabaqlayaq və bugün bu endometriozis xəstəliyindən danışaq. Çünki bu xəstəlikdən əziyyət çəkən və qapı-qapı gəzən, xəstəliyin həyat keyfiyyətinin pisləşdiyini qeyd edən xanımların sayı çoxdur və istəyirəm ki, gəlin elə başlayaq ilk növbədə endometriozis nədir? Bu xəstəlik niyə yaranır? Kimlərdə yaranır? Risk qrupunda olan xəstələr kimdir? Və sonra da davam edərik söhbətimizi. Buyurun, doktor. Öncəliklə təşəkkür edirəm dəvətiniz üçün. Endometriozis xəstəliyi çox önəmli bir xəstəlikdir. Özəlliklə də son dönəmlərdə dünyanın hər yerində endometriozis fərqindəlik ayı olaraq mart ayını seçiblər. 24 martda Dünya Endometriozis günüdür. Yəni o qədər önəmlidir ki, hətta dünyanın bir çox yerlərində onların bilimsəl və sosial dərnəkləri var. Çünki buna çox ehtiyac var. Qadınların həm ağrı, sonsuzluq və s. şikayətləri, üstəlik də psixolojik problemləri olur və bütün həkimlər toplaşıb bunlara dəstək olmağa başlayırlar. Endometriozis uşaqlığın içərisində olan endometrium təbəqəsinin uşaqlığın içərisində deyil də fərqli yerlərdə, özəlliklə də pelvik orqanlarda və periton üzərində yayılmasıdır ki, hər ay endometrium qişası tökülüb menstruasiya baş verdiyi zaman, eyni zamanda o dediyim fərqli yerlərdə də eyni proses baş verir və bu da özünü klinik olaraq müxtəlif şəkildə göstərir. Yəni endometriozis özəlliklə kiçik bir lezyonlardan tutmuş, periton üzərinə yayılan dərin endometriozis vardır ki, o da yenə pelvis orqanlarında olan sidik kisəsinin, düz bağırsağın, sidik axarlarının üzərini tutaraq pelvisdə orqanların hətta yerinin dəyişməsinə, anatomisinin dəyişməsinə qədər gətirib çıxarda bilir və eyni zamanda ən çox yerləşdiyi yerdə yumurtalıq olduğu üçün yumurtalıqda endometrioma olaraq özünü göstərir. İçərisinə birikən o menstrual axıntılardan sonra şokolad vasıfda olduğu üçün buna həm də şokolad kisti deyirlər, endometrioma. Yəni bu endometriumun hüceyrələri, belə başa düşdüm, yayılır digər orqanlara. Yayılır və hər ay qadın menstruasiya görəndə o orqanlarda qanıyır. Yəni müxtəlif teorilər var. Teorilərin biri odur, bəli. Yəni eynən endometrium toxumasıdır ki, gedib başqa yerlərdə yerləşir. Hətta ağciyərlərdə bildiyim qədər, konjunktivada, beyində belə müşahidə oluna bilər. Plevrada, perikardda, hər yerdə yerləşə bilir. Yəni teorilərin biri odur ki, doğrudan da köç edərək gedib, amma fərqli çölemik teori və başqa teorilər də var ki, onlar isə fərqli yöndən yozurlar ki, yəni səbəb nədir? Əslində səbəbi açıqlanmayıb hələ də. Bilinmir ki, niyə yayılır bu hüceyrələr? Bəli, 1920-ci ildə hələ ilk teori, ilk izah çıxmışdı. Ondan bəri hələ də bilinmir. Səbəbi nədir desəniz, ən son açıqlamalar belə deyir. İnflamatuar sistemin, yəni iltihab sisteminin və bağışıqlıq sisteminin, yəni immun sistemin birlikdə problemi. O zaman autoimmun xəstəlikdir. Eynən, həm də və üstəlik də çevrəsəl faktorların buna təsiri. Yəni yediyimiz, içdiyimiz, yaşadığımız mühitdəki sənayenin, hər şeyin təsiri var. Yəni. Doktor, rast gəlmə sıxlığı necədir? Çünki bugün bütün həkimlər qeyd edir ki, autoimmun xəstəliklər artıb, funksional tibb eğitimi almış biri kimi mən də bilirəm bu xəstəliklərin nə qədər artdığını görürük və burada mübarizə apara bildiyimiz və bilmədiyimiz məqamlar var. Siz necə, sizin təcrübəniz, müşahidələriniz nə göstərir? Misal üçün, müqayisə etsək Türkiyə və Azərbaycan ki, 8 ildə orada iş çalışırsınız, artıbmı xəstəlik və yaxud gedişatı ağırlaşıbmı? Hansı qeydləri edə bilərsiniz təcrübənizə əsaslanaraq?
statistik olaraq artıb. Elə ona görə dünyanın hər yerində mart ayı endometriozis fərqindəlik ayıdır. Yəni məqsəd burada həm həkimlərimiz gözündən qaçırtmasın, fərqində olsun, həm də xəstələr hansı şikayətlər özündə hiss edərsə endometriozis mi var məndə deyib vaxtında həkimə getsin. Bu Hansı fərqindəlik ayı budur. Bayaq verdiyiniz sualı deyim ki, yayılma şeyi, yəni son zamanlar daha çox artmışdır. Hardasa 10 qadından birində var. Yəni diabetdən çoxdur artıq get-gedə. Ciddi rəqəmlər. Yəni get-gedə artmaqda davam eləyir. Sadəcə burada gecikmiş diaqnozlardan dolayı çox görünməyə bilər. Yəni ona görə bu mart ayının belə bas-bas bağırılması bu məqsədlədir ki, diaqnoz gecikdiriləndə daha irəli evrelərdə olur. Şikayət olaraq hansı şikayətlərlə gəlirlər xəstələr? Özəlliklə ağrı, qasıq ağrıları, pelvik nahiyədə olan ağrılardan şikayət edirlər və bunun ən çox menstruasiya dönəminə denk gəlməsindən şikayət edirlər. Yəni bu da həmin o teoriyaları sübut eləyir bir tərəfdən ki, doğrudan da ağrılı menstruasiya. Onun denk gəlməsi, yəni doğrudan da endometrium toxumasının başqa yerlərdə yerləşməsi anlamına gəlmiş ola bilər. Və eyni zamanda bəzi xəstələr heç qətiyyən ağrıdan şikayət eləmirlər, amma hamilə qala bilmirlər. Yəni infertilite, sonsuzluq şikayəti ilə gəlirlər. Buna da səbəb yenə onun patofizioloji izahı ilə bağlıdır. Yəni peritonda, bütün toxumalarda olan iltihab, adezyonlar, fibrotik toxumalar və həmin o dediyim kimi menstruasiya mayyəsinin o odaqlarda da eyni zamanda olması, bu da irritable bağırsaq sendromu kimi həmin o nahiyələrdə də irritable bir proses yaradaraq ağrıya səbəb olur. Yəni iltihaba səbəb ola bilər. Yəni yaranan iltihab da əslində bu problemi biraz daha dərinləşdirir. Bəli, eyni zamanda bu xəstələrdə yəni izahı bəlli olmasa da yanaşı %80-ində yanaşı irritable bağırsaq sendromu var. Yəni bu xəstələr diskomfortdan, qarnımda bir diskomfort var, bir qaz var, bir rahatsızlıq var deyirlər. Yeyən kimi, hamilə kimi şişirəm. Aynen, yeyən kimi şişirəm. Amma məsələ araşdırırlar, bəzən ultrasonda belə görünməyə bilir. Yəni bu şikayətlərlə gələn qadınlarda, özəlliklə də xroniki halda bu şikayətlə gələn qadınlarda hər bir həkimin beynində bir endometriozis işığı yanması lazımdır. Ki, acaba burada bir endometriozis ola bilərmi? Diferensial diaqnostika vacibdir. Şəlalə xanım, belə bir sual verim sizə. Yaş varmı? Hansı yaşlarda daha çox görürük bu problemi? Daha çox doğurganlıq yaşında. Yəni dediyimiz kimi menstruasiya ilə bağımlılığı olduğu üçün, yəni menaj yaşayan qadınlardan başlamış, ta menopoza qədər daha çox rastlana bilir. Bir də bunu daha çox izah eləmək istəyirəm. Məsələ endometriozis deyib altına bir ox çıxardası olsaq ki, hansı şəkildə görünə bilər, daha aydın olsun deyə bunu demək istəyirəm. Yəni ən çox rastlandığı yer yumurtalıq olduğu üçün, yəni bunun adı da endometriozis deyil, endometrioma olmuş olur. Bir bu variantı var, dediyim kimi kistik lezyonlar, içərisi şokolad kimi olan şokolad kisti. Bir də ən çox gözdən qaçan 11-19 yaşındakı qızlarda olan adolesan dönəm endometriozisi dediyimiz, bu qızlar deyirlər ki, biz aybaşı olmağa başladığımız zamandan bəri ağrıdan evə hər zaman təcili yardım çağırırıq. Anaları deyir ki, qız məktəbə gedə bilmir, 2-3 gün məktəbə gedə bilmir ağrıdan. Yəni normal bir ağrı deyil. Yəni uzun müddətdə bu şəkildə. Bunlar diqqətimizdən qaçmamalıdır. Üçüncü bir və ən qorxduğumuz variant da budur, dərin endometriozis. Bu da endometriotik nödüllərin, yəni düyünlərin sidik hissəsinin üzərində, bağırsağın üzərində, sidik axarlarının üzərində, peritonun üzərində, dediyimiz kimi o bəzən nadirən də olsa beyində, ağciyərlərdə, perikardda, plevrada yayılması, o nödüllərin yayılmasıdır. 5 milimin üzərində olan nödüllər artıq narahat etməyə başlayır və xəstələr həmin yerlərin şikayətini verməyə başlayır. Sidiyə gedə bilmirəm, ağrılıdır və yaxud da defekasiya aktı ağrılıdır və ən önəmli, ən diqqətimizi çəkən şikayətlərdən biri də hansı ki, əgər qadın deyirsə ki, cinsel birlikdəlik zamanı, hər cinsel birlikdəlik zamanı ağrı hiss eləyirəm və bir də bizim rektal müayinəmizdə ağrı hiss eləyirsə, bu zaman dərin endometriozis olur. %80 dərin endometriozis ola bilər, yəni bunu bu açıdan araşdırmaq lazımdır. Doktor, əminəm ki, sizin yanınıza gələn pasiyentlər və endometriozis var dediyiniz, diaqnozu qoyduğunuz pasiyentlərin ən çox verdiyi suallardan biridir, mən də verim. Xərçəngə çevrilə bilər.
Çox az da olsa, yüzdə az da olsa xərçəngə çevrilmə deyə bir yazılar var. Özəlliklə berrak hücrəli dediyimiz clear cell-ə və endometrioid tip endometrium xərçənginə çevrilmə deyə bir şey var. O çox az hallardadır. Hətta ona görə soruşurlar ki, mən artıq menopoza girmişəm, şokolad kistimdə hələ durur, narahat eləmir. Bunun götürülməsi məsləhətdirmi, deyilmi? Bu zaman biz arada qalırıq. Yəni gərəksiz əməliyyat eləmiş olarıqmı, yoxsa götürəkmi? Amma o yazılar ki var, bəzən endometrium kanserinə keçə bilər, endometrioid tip daha doğrusu yumurtalıq kist sonradan kanserə keçə bilər ya da clear cell-ə. O zaman götürməkdə fayda vardır. Yəni çox az da olsa keçmə şansı var. Əgər xanım hər dəfə menstruasiya olanda, belə başa düşdüm ki, o laxtalar toplanır yumurtalığın içinə və şokolad kisti yaranır, bu laxtalar da yaranan. Deyək ki, siz bunu götürdünüz. Yenidən yaranma ehtimalı varmı əməliyyatdan sonra? Əgər hər menstruasiya dövründədirsə, o zaman biz gərək xanımı süni menopauzaya salaq ki, hormonları yəqin ki, belə deyək də, baskılayaq ki, bu problem yaranmasın. Yəni, məntiq olaraq belə çıxır. O zaman da bu tərəfdən, qaş düzəldən yerdə vurub gözü çıxartmış olur. Doğrudur. Endometrioma əməliyyatı zamanı çox təcrübəli bir cərrahın eləməsi lazımdır onu. Çünki tamamilə yumurtalıq yox, zaten kisti götürmək planlanır və bu kisti götürərkən o qədər diqqətli götürmək lazımdır ki, sağlam yumurtalıq toxuması və yaxud da follikullar zədələnməsin. Ki, sayı azalmasın. Ki, aynen, sonradan yumurtalıq rezervi, yəni yumurtalığın çalışma gücü azalmasın və dediyiniz kimi qaş düzəltdiyimiz yerdə vurub göz çıxartmaya xəstə bu səfər sonsuzluq, yəni ömürlük sonsuzluğa yaxalanmasın. Ona görə də çox diqqətli baxılmalıdır və əməliyyatlar mümkün olduğu qədər laparoskopik olmalıdır. Çünki endometriozis zaten qarın içərisində yapışıqlıq yaradan bir xəstəlikdir. Və bizdə hər əməliyyat da sonradan bir yapışıqlıq ehtimalidir. Yəni ona görə də laparoskopik olunması məsləhət görülür. Və təcrübəli bir həkim tərəfindən aparılmalıdır. Mütləq təcrübəli bir həkim olmalıdır. Yoxsa dediyim kimi qadını ömürlük sonsuzluğa gətirib çıxarda bilər. Maraqlıdır. Diaqnoz qoymaq üçün siz yəqin ki, yaxma mı götürürsünüz, toxumanı mı götürüb göndərirsiniz əkilməyə? Necə qoyulur endometriozis diaqnozu? Çünki dediniz ki, ultrasəs müayinəsi çox da informativ olmur diaqnozun qoyulmasında. Diaqnoz qoyulmaq üçün ilkin olaraq xəstədən dediyimiz, bayaqdan dediklərim kimi anamnez, çox güclü bir anamnez toplamaq lazımdır. Yəni xəstənin həyat hekayəsi. Hətta %80 anamnez, yəni gözəl bir endometriozi dərindən bilən həkim o anamnezlə %80 diaqnozu qoyur. Sonra klinik müayinə, yəni vajinal müayinədə. Düzdür, belə vulvanı, vajini çox da sarmasa da, hətta keser kəsiyinin üzərində belə endometriotik odak ola bilir. Yəni onların heç biri gözdən qaçmamalıdır. Vajinal müayinə, rektal müayinədə, o dediyim cinsel birlikdəlikdə ağrı olub olmaması. Bütün bunlar da keçdikdən sonra sıra ultrason müayinəsi, UZI müayinəsinə gəlir. Burada da ultrasonda əgər endometrioma varsa, yəni şokolad kisti varsa, bu zaten özü bas-bas bağırır ki, mən endometriomayam. Tipik görüntü var, solid olmayan, buzlu cam görüntüsündə bir görüntü olur. Ki bunu görmək, diaqnoz qoymaq çox asandır. Amma bu hər zaman belə olmur, endometriom olmur. Dediyim kimi, yüzeyel endometriozis var, dərin endometriozis var ki, bunları görməyə bilirik. Bu zaman daha irəli tetkiklərə, yəni MR, magnetik rezonans, düzdür, onların da maliyyəti üstün olduğu üçün rutin eləyə bilmirik. Bilgisayarlı tomoqrafi eləmək olur. O da yenə həm radiasyondan dolayı çox da rutində istifadə etmirik. Və diaqnozu dəqiqləşdirmək üçün CA125 dediyimiz tümör markırı var ki, o da diaqnozun ekarte etdirməsə də onu eləyirik. Nəyə görə? Bu bizim diaqnozumuzu biraz da gücləndirir. Çünki endometriomada dəyərləri biraz yüksək olur. Kanser qədər yüksək olması da yüksək olur. Amma bütün bu dediklərim heç biri dəqiq diaqnoz qoymur. Dəqiq diaqnozunu qoymaq üçün laparoskopik olaraq açmaq, yəni altın standart dediyimiz budur. Laparoskopik olaraq girib, gözümüzlə görüb, araşdırıb və oradan ya kistin özünü götürüb patolojiyə göndərmək və patolojidə dəqiq hüceyrəsəl olaraq diaqnoz qoyulması, ya da ki sitoloji götürmək, yəni oranın mahiyyəsindən götürmək. O bayaq dediyim teorilərin təsdiqi bir də o sitoloji göndərdikləri zaman menstruasiya zamanı olan o hüceyrələrin
həmin o sitolojinin içərisində çıxması da bir daha təsdiq eləyir ki, doğrudan da menstruasiya zamanı köç edərək, yəni endometrium toxumasının köç edərək gəlib başqa yerlərdə yerləşməsini bir daha sübut eləmişdi o sitoloji. Yəni dəqiq diaqnoz laparoskopik olaraq götürülmüş və patolojide sitolojik olaraq diaqnozun qoyulmasıdır. Aydındır. Ağlıma nə gəldi? Deməli, əgər hər menstruasiya vaxtı dəhşətli ağrılar olursa, ki, bəzən, misal üçün, pasiyentlərin arasında olur ki, konsultasiya yazılır, deyir ki, bugün menstruasiya başlayıb və mən gələ bilmirəm. Çünki menstruasiya vaxtı işə də getmirəm, bir neçə gün evdə oluram ağrıdan və indi düşünürəm ki, yəqin ki, onları da endometriozis üçün bir diaqnostika üçün göndərmək lazımdır. Onda belə çıxır ki, biz CBC sportda olduğumuz üçün mən idmanla da istəyirəm əlaqələndirim ki, bu əgər bir idmançının da endometriozisi varsa, bu onun o zaman idman karyerasına da mənfi təsir edir. Çünki həyat keyfiyyəti ciddi şəkildə zədələnir. Eynən. Yəni istənilən halda əgər menstruasiya vaxtı ciddi ağrılarınız varsa və doktorun qeyd etdiyi şikayətlər varsa, mütləq bir endometriozisin olub-olmadığını müəyyən etmək lazımdır. Buyurun. Yeri gəlmişkən, amma yazılar da hər zaman göstərir ki, spor eləmək, yəni idman etmək endometriozis riskini azaldır. Yəni doğrudan da elədir və endometriomanın özəl bir diyeti olmalıdır bu endometriozis xəstələrinin yeməyinə, içməyinə də yəni diqqət etməlidir. Bəli, burada xüsusilə anti-inflamatuar bəslənmə olmalıdır. Müəyyən qida əlavələri var ki, onlar əlavə olunmalıdır. Burada D vitamini mütləq 50-nin 60-ın üstündə icazənizlə mən əlavə edeyim. Sonra omega 6, omega 3 nisbətinə baxmaq lazımdır. Omega 3 yağlarından zəngin qidalanma ehtiyac varsa qida əlavəsi olaraq. Sonra biz əgər iltihabı azaltmaqdan danışırıqsa, burada kurkumin çox işimizə yaraya bilər ki, sarı kökdə bulunan, zərdeçalda olan bir maddədir. Amma o kurkumin də çox belə kaprizli bir maddədir. Ona görə onu təyin eləyəndə mütləq əlavə, deyək ki, yeməklərə əlavə deyirsə və ya çayını deyirsə, mütləq ora qara biber əlavə etməsinə tövsiyə edirik ki, onun aktivləşdirsin, onun tərkibindəki kurkumini daha da açığa çıxarsın və xəstəyə faydası olsun ki, qida əlavəsi olaraq vermək daha məqsədə uyğundur. Sonra resveratrol bildiyim qədərilə çox işimizə yarayır. Daha sonra əgər iltihabı azaltmaqdan danışırıqsa, sink, selenium, maqnezium kimi qida əlavələri də mütləq bu qadının həyat keyfiyyətinə ciddi təsir edir. Çünki bəzən olur ki, mən öz təcrübəmlə deyim ki, pasiyent gəlir ki, irritable bağırsaq sindromu var, nə yesəm, köpürəm, şişirəm və s. Biz ona glutensiz, laktozsuz bir qidalama, yəni anti-inflamatuar bir qidalama veririk, aralıqlı oruç şəklində, amma çox uzun müddət aclıq verməmək şərti ilə. Rəngli bəslənmə, yəni qırmızı işlənmiş ətləri azaldı, paketlənmiş qidaları azalıb, daha faydalı qidalar veririk. Qida əlavələri ilə dəstəkləyirik sağlamlığını və onlar gəlir, artıq arıqladım və yaxud bağırsağım düzəldi şikayətləri keçir ikinci plana. Deyir, doktor, sizdən Allah razı olsun, mən miqrenim var idi, miqrenim keçdi. Menstruasiya vaxtı ağrıdan dayana bilmirdim, ağrılarım keçib, indi çox rahatam. Və əslində burada bu şikayətlər, biz başqa şey üçün əslində müalicə edirik pasiyenti, amma mövcud endometriozisə bağlı olan və digər autoimmun xəstəliklərə bağlı olan şikayətlər də azalır. Çünki bu autoimmun xəstəliklər heç vaxt tək gəlmir. Mütləq yanında başqa biri də gəlir. Araşdırsaq, bəli, onlarda Hashimoto görəcəksən var, revmatoid artrit aşkarlayacağıq və s. Yəni burada xəstəlik deyil də, xəstəni müalicə etmək və hər tərəfli anamnez toplayıb ona uyğun, onun həyat tərzinə uyğun bir proqram təmin etmək lazımdır. Burada tək qidalama, qida əlavələri deyil, burada fiziki aktivlik, yuxu rejimi çox vacibdir, çox aktualdır ki, məhz bu autoimmun xəstəliklərin müalicəsində və bəlkə də geri dönüşündə ciddi bir rol oynayır. Biz davam edəcəyik. Təşəkkür edirəm, icazə verdiniz. Mən də əlavələrimi etdim. Mən istəyirəm reklamlara keçmədən öncə bizim sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulur. Kalsium D3 Nikomet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hətta hamilələr və 3 yaşından yuxarı uşaqlar da rahatlıqla istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə.
Digər sponsorumuz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edin, Fərid doktorla görüşün və bütün bu ağrıların tez bir zamanda müalicə olunmasına sizə köməklik göstərsin. Reklamlara baxırıq, daha sonra maraqlı söhbətimizi davam etdirəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikamed. Kalsium D3 Nikamed istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 Nikamed böyüklərdə və uşaqlarda D3 vitamini və kalsium çatışmazlığının qarşısını alır və müalicə edir. Mən idman həkimi Fərid Səlimov 17-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Böyük Britaniyanın UCL Universitetinin magistr proqramına daxil oldum. Bu proqramı bitirdikdən sonra idman həkimi, fizioterapevt, reabilitoloq adını qazandım. Hal-hazırda komandamız ilə birlikdə Məlhəm Hospitalda sizlərin xidmətinizdəyik. Müasir fizioterapiyanı sizlərə daha əlçatan etmişik. Düşünürük ki, mümkün olmayan heç bir şey yoxdur. Unutmayın ki, bir zədə hər şeyin sonu deyildir. Telefon nömrəsi 055 318 83 94. Ünvan Məlhəm Hospital. Kalsium D3 Nikamed istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən sonsuzluğu müalicəsindən danışmağa, ekstrakorporal maylamadan danışılır və s. daha çox miyomlardan danışılır. Amma bir problem var ki, bu problem daha az danışılır. Amma bu xəstəlikdən əziyyət çəkən və müalicəsiz qapı-qapı gəzən xanımların sayı kifayət qədər çoxdur. Bu endometriozis problemidir və mən təşəkkür edirəm Şəlalə xanıma ki, məhz bu mart ayında, endometriozin fərqindəlik ayındakı 24 mart Dünya Endometriozis günüdür. Bu mövzuya toxunmağı bizə təklif etdi və biz məmnuniyyətlə qəbul etdik. Doktor Şəlalə Məmmədova qadın xəstəlikləri doğum uzmanı, cərrah mama ginekoloqdur və Şəlalə xanım qeyd edim ki, 8 il Türkiyədə çalışıb və hal-hazırda Azərbaycanda öz fəaliyyətini davam etdirir. Biz endometriozisdən istəyirəm bu mövzunu biraz tamamlayaq. Qeyd etdik ki, burada endometriozisə bağlı sonsuzluq problemi yaşayan qadınların sayı da kifayət qədər çoxdur. Biz təəssüf ki, bəzən olur ki, gələn kimi çox belə dərinə varmadan, problemi araşdırmadan, gəl ekstrakorporal maylama edək deyən həkimlər də çoxdur. Bu endometriozisli xanımların sonsuzluq problemində müalicə taktikası necə olmalıdır? Ümumiyyətlə, sonsuzluğun özünün protokolları var, araşdırma protokolları. Yəni, direkt
yardımcı ürəmə tetkikləri dediyimiz o tüp bebək və aşılamaya getməməklə. O ən axırıncıdır, yəni heç bir mümkün olmadığı durumlardadır. Endometriozis olduğunu birinci bayaq dediyim kimi aşkarladıktan sonra, əgər bu bir yumurtalığın içərisində olan endometriomadırsa, yəni o kistdirsə, onu dediyim kimi təcrübəli bir doktor elə bir şəkildə götürməlidir ki, yumurtalıq rezervini düşürməsin. Yəni hətta gərəkirsə bir neçə təcrübəli cərrah belə girə bilər. Çünki qadının həyatı burada asılıdır. Konsultasiya ümumiyyətlə çox gözəl bir sistemdir. Türkiyədə belə var. Yəni bir hoca deyil, bir neçə hoca da girə bilir. Yəni xəstəni düşünürük. Önəmli olan xəstədir. O şəkildə laparoskopik olaraq girib kisti götürmək olar və yaxud da endometrioma sadəcə kist ya da yüzeyel və dərin endometriozis vermir. Yəni onlar qarın içərisində bunların üçünün də bərabər və yaxud ikisinin bərabər olması şəklində adizyonlar yarada bilir ki, sonsuzluq səbəbi də uşaqlıq borularının yapışması ki, mayalanma boruda gedir, sperm gedib yumurtalıqdan ovulyasiya zamanı yumurta borulara gəlir, sperm də aşağıdan boruya gedib mayalanma orada baş verir. Əgər endometriozis nəticəsində bir adezyon yaranıbsa, bu mayalanma baş tuta bilmir. O boruların açılması işləmi ola bilər araşdırdıqdan sonra, histerosalpingografidən sonraki borular açıqdırmı, qapalıdırmı? Yəni və yaxud da qarın içi yapışıqlıqlar vermiş ola bilər, orqanlar bir-birinə yapışmış ola bilər, peritona yapışmış ola bilər. Yəni onu Bu laparoskopik... spaykalar deyirlər. Aynen, onu yenə laparoskopik olaraq girib o yapışıqlıqları açaraq, yəni endometriozisin qızıl standart olan diaqnostikası da laparoskopikdir, müalicəsi də laparoskopikdir. Ola bilərmi ki, girdik, endometriozis aşkarladıq, o kistləri təmizlədik, spaykaları açdıq və pasiyent öz-özünə hamilə qaldı. Varmı təcrübənizdə belə hallar? Bəli, çox var, çox var. Hətta biz onu eləyirik. Elə bizim məqsədimiz odur ki, öz-özünə hamilə qalsın. Yəni süni mayalanma ilə deyil. Bu bütün bu əməliyyatları etdikdən sonra xəstəyə ən qısa zamanda hamilə qalmaq təklif edirik. Çünki yumurtalıq rezervi düşmədən yəni. Əgər bir il gözlədikdən sonra yenə də hamilə qala bilmirsə, yəni ən axırda süni mayalanma üsulları olan o öncə aşılama, sonra da ekstrakorporal mayalanma, ekstrakorporal mayalanma tətbiq oluna bilər. Şəlalə xanım, bu xəstəlik belə deyək, dediniz ki, qadının hamilə qala bilmə dövründə baş verir. Doğurganlıq yaşında. Ola bilərmi ki, premenopauzal dönəmində diaqnoz qoyulsun? Və burada bilirik ki, bizim hormonal fonumuzda ciddi dəyişikliklər baş verir. Bu xəstələrə əgər premenopauza dövründə diaqnoz qoyulubsa, yəni hər xanım, ola bilər indi ümumiyyətlə xanımlar 40 yaşına kimi deyir, uşaq istəmirəm, sonra baxaram, sonra düşünərəm. Bu dönəmdə necə, yəni müalicə taktikası fərqlidirmi? Ola bilərmi ki, hansısa hormonu işini, fəaliyyətinə dayandıraraq və yaxud azaldaraq biz müalicədə müsbət dinamika əldə edək? Orada baxır xəstə nə şikayətlə gəlib, yəni ağrı şikayətindən mi gəlib, yoxsa sonsuzluq şikayətindən mi gəlib? Bəzi qadınlar evlənmə gec dönəmə düşdüyü üçün premenopozal dönəmdə belə uşaq istəmi ola bilir. Yəni ona görə individual yanaşmalı oluruq. Ağrı ilə gəlibsə, dediyim ki, o ağrını aradan qaldırmaq, yəni yenə də ultrasonda görünəcəksə nə gözəl, yəni bəlli diaqnoz olur. Görünməyəcəksə yenə də laparoskopik girib, o da gözümüzlə görüb, aşkarlayıb o məsələ aradan qaldırıla bilir, ağrı şikayəti varsa. Amma uşaq istəmi şikayəti varsa, yaş da gec yaşı olduğu üçün heç ertələmədən intrakorporal mayalanma təklif olunmalıdır. Zaten o yumurtalıq rezervi, AMH dəyəri də düşük olur. Zaman itirmədən onu etmək lazımdır. Ümumiyyətlə, nə qədər endometriozis xəstəsi varsa, o qədər sayda da yanaşma var. Yəni, heç demək olmaz ki, bunun kistlərin müalicəsi budur, burada kisti götürməlisən, burada dərman müalicəsi verməlisən, deyil. Yəni, hər xəstəyə yanaşı xəstəlikləri ilə birlikdə, onun o şikayəti ilə birlikdə, yaşı ilə birlikdə hər şeyi nəzərə alaraq fərdi yanaşılmalıdır. Yəni, nə qədər endometriozis xəstəsi varsa, bir o qədər qadın hekayəsi var. Aynen öyle. Aydındır, maraqlıdır. Türkiyədə işlədiyiniz dönəm və Azərbaycanda, düz yeni gəlmişsiniz, bir neçə ayda Azərbaycandasınız. Müqayisə etdikdə, deyə bilərsinizmi ki, Azərbaycana gələndən bu diaqnozlu xəstələri çox görməyə başladım, Türkiyədə bu qədər deyildi. Eynən. Məni hal-hazırda ən çox narahat edən problemlərdən biri Azərbaycandakı qadınların
pap smear testini etdirməməsidir. Bundan heç xəbərlərinin olmamasıdır. Təəssüf. Halbuki bizim yetəri qədər qadın doğum uzmanlarımız var Azərbaycanda hal-hazırda. Çox bilgili, çox təcrübəli və onlar da mən izlədiklərimi görürəm ki, onlar da bas-bas bağırırlar ki, pap smear testi olunmalıdır, 30 yaşından sonra HPV testi olunmalıdır, qardasil peyvəndi vurulmalıdır. Bunlar nə üçündür? Uşaqlıq ağzı xərçəngindən tarama üçündür. Yəni, hər bir qadın 21 yaşından sonra cinsel aktivdirsə, pap smear testini aldırmalıdır. Əgər sonuç normal gəldisə, 3 il heç bir şey etmədən gözləyir. 3 ildən sonra təkrar pap smear testini aldırır ta bəlli yaşlara qədər, menopoz yaşlarına qədər. 30 yaşından sonra isə HPV testini. HPV də uşaqlıq ağzı xərçəngi yaradan virusdur ki və həddindən çox artıb. Human papilloma virusu. Virusu. Və buna qarşı da yeganə xərçəngdir ki, peyvəndi var və bunu etdirmək lazımdır. 3 doz peyvənddir 0-cı ayda, 2-ci və 6-cı ayda vurdurulur və bir də ömür boyu daha bunu vurdurmurlar. Yəni, çox da çətin bir problem deyil bunu etdirmələri və mütləq lazımdır. Son 2-3 ayda burada olmama rağmen, haradasa 5-6 xəstədə uşaqlıq ağzı xərçəng önü lezyon aşkarlamışam. Bir xəstədə də 4-cü stadiyada olan uşaqlıq ağzı xərçəngi, hansı ki, gəlib ki, sidik qaçırmam var. Təəssüf ki, sidik qaçırma deyil. O qədər metastaz verib ki, vajenlə sidik yolu arasında fistül əmələ gəlib və artıq sidik vajenlə gəlirdi və inoperabl, artıq əməliyyat da olunmurdu. Yəni, bunu demək istəyirəm ki, qadınlarımız mütləq 9 yaşından sonra bütün qız uşaqlarına, hətta oğlan uşaqlarına da və yəni yaş sınırı yoxdur. Haradasa 45 yaş deyilir, amma yaş sınırı yoxdur. Ona qədər hər kəsin vurdurması lazımdır bu aşını və smear testini də etdirməsi lazımdır. Bunu demək istəyirəm. Ondan başqa ən çox bu vajinal axıntılarla, anormal qanaxmalar da gəlirlər bu son aylarda gördüyüm qədərilə. Və endometriozis olan xəstələr, yəni sonsuzluq səbəbinin endometriozis olduğunu da bir neçə xəstədə aşkarlamışam. Ona görə də mənim önərim vaxtı-vaxtında ən az ildə bir dəfə hər bir qadın rutin kontrolə gəlməlidir. Ağrısı olsa da, olmasa da. Yəni, bu mütləqdir hər bir qadın öz sağlığına dəyər verməsi. Dəyər verməkdən də ziyadə, yəni Allah qorusun, bir də görürsən ki, gəlirlər ən axırıncı stadiyada. Çünki bəzi xərçənglər səssiz gedir. Məsələn, yumurtalıq xərçəngləri tamamilə səssiz gedir və çox hallarda. Məsələn, Türkiyədə xəstə gəlir, əməliyyata giririk, ölçüsü 35 santim. Məsələn, soruşuram ki, teyze, nəyə görə bu vaxta qədər? Yəni, baxsana, 9 aylıq hamiləlik gibisiniz. Nədən belə bu qədər gözləyim? Deyir, kilo aldığımı zann etdim. Çünki heç bir ağrı verməyib. Şikayət olub, sadəcə kökəldiyini düşünür. Aha, kökəldiyini düşünür və orqanlara da basmayıb ya da o fikir verməyib. Yəni, demək istədiyim odur ki, ağrısız da ola bilər. İldə bir dəfə kontrol etdirmələr lazım. Mən hər zaman deyirəm ki, hər kişinin bir uroloq dostu, hər xanımın da bir ginekoloq rəfiqəsi olmalıdır mütləq. Və çox şükür ki, Azərbaycanda bugün qeyd etdiyiniz kimi kifayət qədər savadlı, işini bilən, peşəkar ginekoloqlarımız var. Və son ildə bütün sahələr kimi ginekologiya sahəsində Azərbaycanda çox inkişaf edib. Artıq bir çox xəstəliklərin müalicəsi üçün xaricə getməyə ehtiyac yoxdur. Nə gözəl ki, orada işləyən həkimlərimiz də yavaş-yavaş qayıdır vətənə və burada keyfiyyətli xidmət verməyə davam edirlər. Elə xidmətdən danışmışkən, başqa hansı əməliyyatları icra edirsiniz ki, deyək ki, bu problemlərlə sizə müraciət edə bilər pasiyentlər? Ümumiyyətlə, qadın xəstəlikləri doğumun bölümünün 2 polikliniyi olur. Bir hamilələr olan, bir də hamilə olmayan xanımlar. Hamilələrin normal, yəni ilkin həftələrindən hamiləlik təqibini, sonrasında da daha çox normal doğum tərəfindəyik biz. Yəni, qadın çalışırıq ki, normal doğuma hazırlansın. Amma bəzi göstərişlərdən dolayı ola bilər ki, keysəriyyə ola bilər və o zaman da keysəriyyə əməliyyatı edirik. Bir də ginekolojik polikliniyimiz var ki, hansı ki, anormal uterin qanaxmalardan tutmuş, vajinal axıntılar, bu dediyimiz endometriozis, qasıq ağrıları, müxtəlif qadın problemləri ilə, şikayətlə gəlirlər və aşkarladığımızda da həm ultrason müayinəsində, UZI müayinəsində ki, biz Türkiyədəki təhsillə bağlı
uzman qadın doğumcular ultrasonu özü eləyir. Özünüz Yəni, özümüz edirsiniz, bəli, eləyirik. aha. Öz gözümüzlə görmədən heç bir yazı gətirib, məsələn, doktor bunun sonucu var, baxa bilərsinizmi? O mənə güvənli gəlmir. Ola bilər eyni şeyi deyirik, amma yenə də biz belə, yəni sistem elə olmuşdu. Yəni diaqnoz qoyduqdan sonra miyomdursa, miyomektomi, daha çox laparoskopiyə üstünlük veririk. Yəni açıq əməliyyat artıq ən son sayılır. Laparoskopi çünki bir neçə dəlikdən girib qarın boşluğunda gözümüzlə görərək miyomdursa miyomu alırıq və yaxud da uşaqlığın alınması və yaxud yumurtalıqların kistinin, kitləsinin alınması, kanser cərrahisinə qədər edirik laparoskopik olaraq. Olmadısa açıq laparotomi əməliyyatı ilə və bir də ən üstünlük verdiyimiz mümkün müayinələrdən sonra əgər uyğundursa xəstə, vajinal üsullara üstünlük veririk. Yəni uşaqlığın alınmasının vajinadan heç bir kəsik etmədən doğal yoldan alınması və bir də gərəkirsə bəzən təkrarlayan vajinal axıntıların dəfələrlə müalicəyə rağmen hələ də vajinal axıntı, yanma, qaşıntı şikayəti olan xəstələri müayinə etdiyimizdə görürük ki, vajina həddindən çox anatomisi pozulmuş, normal doğumlardan sonra yaşla bağlı, müxtəlif qarın içi təzyiqi artıran xəstəliklərdən sonra, çox öskürəkli falan xəstəliklərdən sonra vajinası həddindən çox genişlənib. Bunlara vajinoplasti lazımdır. Yəni vajinoplasti dediyimizdə əhalimiz biraz yanlış anlayır. Yəni vajen daraltma deyil. Açıqcası bəzi doktorlarımızda da yəni vajen daraltma kimi algılama var. Vajen daraltma deyil. Vajinanın eski normal anatomisinə gəlməsi, bərpa etməsi işləmidir vajinoplasti. Bundan sonra o dediyi xəstənin şikayətləri keçmiş olur. Yəni yoxsa bütün gün şam, dərmanlar qoymaqla keçməyə bilir və xəstə də yorulur. Ondan başqa da vajinal flora bərbad vəziyyətə qalır və artıq qalxan yolla endometrit, evet, müxtəlif şeylər ola bilir. Yəni peritonitə qədər gətirib çıxarda bilir. Ona görə də dediyim kimi estetik cərrahi də edirik. Qadın xəstəlikləri doğum uzmanının içərisində nə qədər cərrahi varsa, hər birini dəfələrlə icra etmək. Maşallah, Allah sizin kimi həkimləri çox görməsin bizə. Bir şey də demək istəyirəm. Bəzi qadınlar var ki, menstrual sikl uzanır. Misal üçün, onlar mənə gəlirlər dəmir əksikliyindən ki, mənə dəmir yaz, içim. Mən izah edirəm ki, yaxşı, mən dəmir yazdım, sən bunu içdin və ya IV terapiya elədin ki, sən git bunun səbəbini araşdır. Çünki sən buradan veririk dəmiri, oradan menstruasiya olursa 10-15 gün və soruşanda deyir, məndə həmişə belədir də, məndə başlayır və bitmək bilmir. Bilirəm, bəs həkim nə deyir? Hələ araşdırır, hələ tapmayıb və bu aylar da davam edir. Qadının feritini 4-5 gəlir yanıma, hemoglobini 9'lardadır, artıq məcbursan IV terapiyaya ki, biraz öz normal həyatına qismən də olsa döndürə biləsən. Bu uzun sürən qanamaların səbəbi nədir? Harada axtarmaq lazımdır? Səbəblər fərqli-fərqlidir, saya gəlməz yəni. Dediyim kimi birinci növbədə xəstədən doğru anamnez toplamaq, öykü. Bizim bir çox dəyərli bir hocam var idi, Profesör Doktor Miracit olsun. Bizim ağlımızda qalsın deyə həmişə deyirdi ki, qızımın adını öykü qoyacağım. Yəni öykü o qədər nəyə görə demişdi? Ağlımızdan heç çıxmasın deyə. Yəni o anamnezi, hekayə çox önəmlidir. %80 həkimlərimiz var idi bizim elə tibb universitetində də. Xəstə qapıdan girəndə diaqnozunu qoyurdu. Yer işindən, qaşının düşməyindən, üzündəki mimikadan. Yəni hekayə çox önəmlidir. Bir. Ondan sonra ultrason müayinəsində baxdığımızda o qanamaları verə bilən şeylərdən biri poliplər, uşaqlıq içərisində olan poliplər, miyomlar, daha çox buna rastlaşırıq. Anormal uterin kanama verən durumların hətta bir ağılda qalıcı bir qısaltması var. Palm-Cohen deyə. Palm olanın o P olan poliplərdir. Səbəblərdən biri polip. A dediyi adenomiyozis. Nə deməkdir? Uşaqlığın böyüməsi, adenomiyotik bir ultrason görüntüsü. Bunu qeyd edim özümə. Palm-Cohen. Aha, Palm-Cohen. L dediyi leomiyomdur, yəni miyomlar. M dediyi malignitədir, yəni kanser və kanserin lezyonlar. Palm-Cohen dediyi də koagulopati, yəni qan laxtalanma sisteminin xəstəlikləri. O dediyi overin problemləri, yəni yumurtalığın problemləri. E dediyi endometriumun patologiyaları, yerli patologiyaları, yəni uşaqlığın içinin patologiyaları.
İ dediyi idiopatikdir. Daha doğrusu Səbəbi bəlli olmayan. yox, ən axırıncısı hələ də bəlli olmayan sınıflandırılmış və ondan bir öncəki də həkim səhvi. İ dediyi odur. İ. Yəni aynen həkim səhvindən ola bilər və axırıncı da Səhv etmədiyiniz üçün yadınızda qalmayıb. non klassifikasiya. Ən axırıncı Cohen dediyi non klassifikasiya, yəni hələ də klassifikasiyaya salınmayan olanlardır. Yəni Kalsium D3 Nikametdə istifadə edə bilərsiniz. Çünki onun tərkibində kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edən D vitamini var. Kalsium D3 Nikamet. Böyüklərdə və uşaqlarda D3 vitamini.